Salam əziz abituriyentlər və 7-ci sinif şagirdləri. Biz sizinlə bugündən etibarən 7-ci sinif yeni dərsliyində hər bir mövzunun izahını verməyə çalışacağıq. İlk növbədə gəlin girişə baxaq. Biologiya nədir? Biologiya biz bilirik ki, Yunan sözündən götürülmüşdür və bios həyat, logos elm deməkdir. Biologiya elmi nəyi öyrənir desək, deyəcəyik ki, biologiya elmi canlıları və onların həyat proseslərini öyrənən bir elmdir. Bu nə deməkdir? Bu deməkdir ki, biologiya canlılar haqqında elmdir. Onların quruluşunu, bu quruluşların funksiyasını, canlıların oxşar və fərqli əlamətlərini və onlar hansı mühitdə və həmin mühitdə bir-biri ilə qarşılıqlı əlaqəsini, fərdi və tarixi inkişafını neynir, izləyir və öyrənir deyəcəyik. Canlıları öyrənən alimə isə deyəcəyik ki, bioloq adlandırılır. Təbii ki, biologiya elmində bir çox alimlərin rolu olmuşdur. Bu alimlərdən bir çoxunu, bəzilərini gəlin tanış olaq. Robert Hooke əsasən ilk dəfə hüceyrə anlayışını istifadə etmişdir. Anton van Leeuwenhoek deyəcəyik ki, dövrün ən müasir mikroskopunu, yəni ilk təkmilləşmiş mikroskopunu icad etmişdir. Matthias Schleiden deyəcəyik ki, əsasən botanik olmuşdur və o bitkilərin ən kiçik quruluş vahidinin hüceyrə olduğunu sübut etmişdir. Theodor Schwann isə zooloq olmuşdur və o heyvanların ən kiçik quruluş vahidinin hüceyrə olduğunu qeyd etmişdir. Charles Darwin isə deyəcəyik ki, canlıların təkamülünə dair təsəvvürlərin inkişafında mühüm rol oynamış və deyəcək ki, həmin canlıların ortaq əcdaddan əmələ gətirdiyini sübut etməyə çalışmışdır. Gregor Mendel isə irsiyyət haqqında elm, yəni təsəvvürlərin inkişafını irəli sürmüş və genetika elminin əsasını qoymuşdur. Francis Crick ilə James Watson isə birlikdə işləyərək DNT molekulunun ikizəncirli spiral quruluş modelini təklif etmişdir. Bu alimlər biologiya elminin yaranmasında mühüm rol oynamışdır. Digər hissəyə baxdıqda isə deyəcəyik ki, tapşırıqlarda bizə, məsəl üçün, baxırıq ki, 3-cü tapşırığa baxdıqda və biz burada 3-cü tapşırığa diqqət yetirsək, əsasən belə suallardan tapşırıqlar düşür. Burada deyir ki, bitki cücərtilərinin inkişafı aşağıda verilmiş təcrübələrlə tədqiq olunmuşdur. 3 dənə təcrübə verilib və hər üçü bitkinin inkişafına yönəlmişdir. Burada bizə asıl dəyişəni, sərbəst dəyişəni və sabit dəyişəni tapmamızı deyir. Burada ümumiyyətlə gəlin baxaq görək asıl dəyişən nədir, sərbəst dəyişən nədir, sabit dəyişən nədir? Asıl dəyişən odur ki, təcrübə əsasında nəticədə dəyişən amili göstərəcəyik. Sərbəst dəyişən odur ki, mən təcrübəçiyəm və təcrübə aparıram. Mən nəyi dəyişirəmsə, yəni təcrübəçi nəyi dəyişirsə, o sərbəst dəyişəndir. Yəni bu 3 təcrübədə nə dəyişilibsə, o sərbəst dəyişəndir. Sabit dəyişən isə deyəcəyik ki, təcrübələr əsasında nəyin miqdarı, nəyin növü dəyişibsə, bu sabit dəyişən adlanır. Birinci təcrübəyə baxdıqda bitkiyə gündəlik 2 litr su verilir. Görürsüz, hər 3 təcrübədə 2 litr su verilmişdir. Hər çürüntülü torpağa baxdıqda birinci təcrübədə çürüntülü torpaq, ikinci təcrübədə əhəngli torpaq və üçüncü təcrübədə qumlu torpaqdan istifadə olunmuşdur. Və hər üçündə minerallar istifadə olunmuşdur. Həmin minerallar kalsium ola bilər, maqnezium ola bilər, fosfor ola bilər. Biz burada tapdıqda mən əsasən nəticədə nəyi dəyişirəm? Təbii ki, mən dəyişirəm cücərtinin inkişafını, yəni bitkinin inkişafı üçün təcrübə aparıram. Deməli, aslı dəyişənim cücərtinin inkişafı olacaq. Ona görə A, B, Y variantları getdi, C ilə D-miz qaldı. Sərbəst dəyişən nə idi bəs? Sərbəst dəyişən isə o idi ki, təcrübələr əsasında
nəyin növü, nəyin miqdarı dəyişirsə, o sərbəst dəyişən adlanır. Və təcrübələrə fikir versək, görəcəyik ki, birinci təcrübədə çürüntülü torpaqdan istifadə edirəm, ikinci təcrübədə əhəngli torpaqdan istifadə edirəm, üçüncü təcrübədə isə qumlu torpaqdan istifadə edirəm. Deməli, sərbəst dəyişənim torpaq növüdür. Sabit dəyişənə baxdıqda isə deyəcəyik ki, sabit dəyişən nədir? 3 təcrübə əsasında nəyin miqdarı və növü dəyişmirsə, bu sabit dəyişən adlanır. Hər 3 təcrübədə gündəlik 2 litrdə su verirəm, hər 3 təcrübəyə də minerallar verirəm. Eyni növə məxsus olan minerallar verirəm. O zaman sabit dəyişənim həm suyun miqdarı götürə bilərəm, həm də ki, mineralları götürə bilərəm. Tapdığımız cavablardan C variantı uyğun gəlmiş olur. Baxdıqda, biologiya elminin bəzi bölmələri vardır ki, hansı bölmələrdən ibarətdir? Botanika, zoologiya, fiziologiya, anatomiya, embriologiya, sistematika, mikrobiologiya və genetika. Bunlar biologiyanın bölmələridir. Botanika nədir? Bitki orqanizmlərinin quruluşunu və xüsusiyyətlərini öyrənir. Zoologiya heyvan orqanizmlərinin quruluşunu və xüsusiyyətlərini öyrənir. Fiziologiya deyəcək ki, orqan və orqanlar sisteminin funksiyalarını öyrənir. Anatomiya canlıların daxili quruluşunu öyrənir. Embriologiya rüşeymdə baş verən inkişaf proseslərini öyrənir. Sistematika canlıların müxtəlifliyini və onların təsnifatını öyrənir. Mikrobiologiya mikroorqanizmlərin və onların xüsusiyyətlərini öyrənir. Genetika isə deyəcək ki, canlılarda irsiyyət haqqında elmdir və onun nədir? İrsiyyətini və onun nəsildən nəslə ötürülməsini öyrənir